Elman müəllim, hərbi məsələlərə toxundunuz. İstərdim davam elətdirəsiniz. Mən əvvəl onu qeyd edeyim ki, Birləşmiş Ərəb Əmirliyi ki, bugün dünya siyasətində, xüsusilə Yaxın Şərqdə xüsusilə fəallıq ilə seçilir. Bu siyasət 2010-cu ildən daha çox özünü göstərməyə başlayıb və xüsusilə də bax indiki rəhbəri Şeyx Zayedin deməli oğlu artıq 3-cü prezidenti də. Bundan əvvəl böyük qardaşı olmuşdu. O xəstə idi deyə, sonra onu hakimiyyətdə bax Şeyx Məhəmməd əvəz elədi. Şeyx Məhəmmədin dövründə isə daha da açıq oldu, dünya daha da açıq və atasının arzularını həyata keçirdi. Çox güclü bir Birləşmiş Ərəb Əmirliyi formalaşıb və hərbi sahədə xüsusi diqqət ayırır. Və bircə faktı deyim ki, sizə bir neçə il bundan öncə bir ildə Birləşmiş Ərəb Əmirliyi 25 milyard dollar həcmində silah-sursat almışdı. Bir ildə belə bir elə də böyük olmayan bir dövlətin 25 milyard dollar həcmində silah-sursat alması böyük rəqəmdir. Həm də avtobiyoqrafiyasını tanış olanda görürsən Şeyx Məhəmməd London deməli hərbi akademiyasının məzunudur. Bəli. Və bizim bu sahədə də əməkdaşlığımız üçün yaxşı üfüqlər açılıb və Azərbaycanla Birləşmiş Ərəb Əmirliyinin münasibətləri siyasi, iqtisadi, energetika, nəqliyyat, yaşıl enerji ilə yanaşı həm də hərbi texniki əməkdaşlıq məsələləri bu günləri aktualdır və hesab edirəm ki, Sülh Qalxanı adlı hərbi təlimin də Əbu-Dabidə keçirilməsi və hər iki dövlətin prezidentlərinin orada iştirakı, deməli bu hərbi təlimləri müşahidə etməsi onu göstərir ki, bu sahədə bizim əməkdaşlığın geniş perspektivi var və mən istisna etmirəm ki, gələcəkdə bu sahədə birgə müəssisələr açılsın.